Deyirlər ki, həyatımın mənası mənim evladlarımdır. Oy. Bir vaxt gələcək, qorxacaqsınız bu sözü səsləndirməyə. Həyatımın mənası necə sənin evlad ola bilər? Ona görə fərsiz evladların sayı artır, bilirsiniz ona görə. Allah evlad vasitəsilə sizin yanlış yolda olduğunuzu sizə başa salır. Budur, bunu şərik qoşdun Allaha. Bu evlad, indi gör sənin başında necə turp əkəcək bu evlad. Evladı da həyatın mənasına çevirmək olar. Sevirlər bir-birləri, sevgililər. Bizə deyir, Allahdan danışma, bizə sevgidən danış. Biz bir-birimizi sevirik. Xoşbaxt olacaq. Ay hay. Siz ancaq Allahı sevsəz xoşbaxt olacaqsınız. Bir-birinizi nə qədər sevirsiniz, sevin. Axırı bədbəxtlik olacaq. İnsanı sevməkdə nə var ki? Dilənçi dilənçidən pul dilənir. Bir qızın bir oğlanı, bir oğlanın bir qızı sevməyi budur. O dilənçidir, o da dilənçidir, onda heç nə yoxdur. Dilənçi dilənçidən saadət dilənir. İnsanlar arası münasibətlər gözəl olacaq, işıqlı olacaq, əgər ortada Allah varsa.